Sumqayıtda yerləşirəm. Trendyol Bakıya getmişdim. Orada bir iki dənə məhsul almışam. Onları paylaşacağım indi. Bax, sürtən aldım. Belə bir kartof əzən. Qiymətlərini deyim. Kartof əzəni 4 manat 80 qəpik. Çox rahatdır. Mən elə bilirdim ki, əvvəl təkcə aşağısı istifadə etmiyorlar, amma bunu işlətdirsən özü aşağı düşür. Ağırdır. Tane altı yox olmuydu. Qabı qoydum həmişə üstünə ya da taxtanı qoydum. Bir dənə çayını altı aldım. Qaynar qazan qoymaq üçün. Çox qəşəngdir materialı. Bir dənə qoz sındıran aldım. Məndə var, o göstərəcəm, o modeldir. Ondan da çox rahat olmur. Dədə baba qoz sındıranı aldım. Bunu aldım. 2 manat 90 qəpiyə. Çox qəşəngdir. Sonra bir ədəd şpik aldım. Rezin aldım. Və bir də Araz marketdə üyüdücü aldım, indirimdəydi. 6 manatdan 3 manata düşmüşdü. 2.99'a düşmüşdü. Açım göstərim. Yəni, hələ də var Arazda. Gedib yararlana bilərsiniz. İstiyot üçün 2 dənə aldım. Və bir də unutmadan deyim, bir dənə bunu öncəki gün almışdım. Tüyork aldım. Bunu isə Al marketdən aldım. Bunu bu yadımda deyil. Bu da səhv etmirəmsə 3 manat neçəyə idi ya da 2 neçə belə. Evdə olan ərzaqlardan tiramisu hazırlayıram. İlk öncə kremi hazırlayayım. Əslində əsl reseptində krem bu deyil, amma mən evdə olan ərzaqlardan hazırladığım üçün bu kremdən istifadə edəcəm. Krem şanti. Südlə krem şanti istifadə edəcəm. Birinci kremin hazırlayaq öncə. Keçən dəfə göstərmişdim. Krem şantidən istifadə edəcəm. 9 yemək qaşığı krem şanti tozu tökürəm. 2 3 4 5 6 7 8 9 bir stəkan süd əlavə edəcəm. Mən çalacağım indi. Kremimiz hazırdır. İndi bunu qoyuruq kənara. İndi qəhvə suyu hazırlayıram. Evdə kofeniz varsa, kofedən hazırlayın. Məndə evdə olmadığı üçün şurası qəhvələrdən aldım. Islatmaq üçün. Hazırdır. Mən bu qabda hazırlayacağım. Hazır. Tiramisu üçün peçeni almışam, onu hazırlayacağım. Tiramisuları bir qəhvəli suda isladıb düzəcəm. En son kakao ile örtülü. Tiramisu'nun olmazsa olmazı. Var mı ne? Buna da bir şeyler koyak ama.
İndi bunu qoyacağam. Soyuducuya qəşəng gözünü tutsun. Yeyilibdi, çox az qalıb. Dedim bir dənə çəkim. Bu qədər qəşəng oldu. Yumuşaq. Ən az 2 saat saxlamaq lazımdır. Çox qəşəngdir. Məndə bunun böyük ölçüsü də var, orta ölçüsü də var. 6 dənə də bu ölçüdən aldım, balacadır. Evdə ədviyyatlar qalıb, kağızlarda. Bir də paketlər də var, onları boşaldacağım indi. Bunları silmişəm, qurulamışam. İçindəki quzulgül qurusu da öz qurutduğum. Bu isə vişnə salxımlarıdır, qurutmuşam. Bunların balacası da olur, lap balacası. Onun da alacağım. Bunlar üçün. Şeker. Hələ ki bunları doldurdum. Bunları yerləşdirim sərgəli aşağıya. Getdim kargoları gətirdim. Zeynep sən aç, mən çəkim. Yorulmuşam. Bu atanın hədiyyəsi olmalıdır. Eynən həmin vadalaskanın evdə bundan var idi. Buradan almışdı, buradakı defaktodan. Eynidir. Eyni. Sanki bu biraz daha qalın diyorsa yox. Ölçüsünə baxım. Eyni ölçü gəlib. Bu pastel olmalıdır. Qaraca. Nəyi neçəyə almışam burada yazacağım. Belə yadımda deyil. Bu ya 29 manat idi ya da 30 endirimdən, amma indi hal-hazırda çox bahadır. 3 qat bahadır. Mən bunları noyabr endirimindən aldım. Açmağa ehtiyac yoxdur məncə. Açaq. Bir dənə baxım, belə aç bir dənə materialına baxım başından. Çox qəşəng. İndi taxt üçündür. Qaracanın. Şuradan bakayım. %100 pamuk. Super.
Maşallah, noyabr ayında o kadar məhsul vermişik ki, yenə karqom gəlib. Gedim evdə açım göstərim. Tüm kargo açışlarını bir videoya yerləşdirəcəm. Ayrı-ayrı günlərdə alınır. Bu bilirəm hansıdır. Bu Bardiola ətri. Bu ne olacaq da Zeynep? Neyse olsun. Ya. Bu o təriflənən o məşhur ətir, qadın ətri. Bir də qavələr. Bu da kişi üçün. Ay Zeynep, məndə vurduğum bir qadını bir kişi. Şəklini orada yerləşdirəcəm, amma mən ucuz aldım bunu. 10 manata deyəsən aldım. Aldığım qiymətdə əllərim qapqaradır. Bu ikinci. Bunu aça bilərəm rahat. Bu dərman olmalıdır. Bu da bir dənə məhsulumuz qaldı, o da ayaqqabı. Bir de bizim sandallarımız. Kolonya. Hediye koyublar içine. Ya. Neyse. Sağ olsunlar. Ben bunu da oxuyarım. Budur vurduğum magnezyum. Özüm üçün vurmuşam. Bunlar da bunun içində gəlir. Buyurun baxın ay xanımlar, buyurun baxın. Arxa tərəfdə məni qoymurlar. Al.